gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? İqtisadçı, alim deputat Vüqar Bayramov qeyd edib ki, əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. İqtisadçı, alim deputat onu da əlavə edib ki, pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Baş Bankda bu il Azərbaycanda qiymətlərin 6% artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7% olub. Bu deməkdir ki, mövcud qanuna əsasən Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa, vətəndaşların pensiya kapitalı təxminən 6% artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50.000 manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3.000 manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından çox önəmlidir.